Azerbaycan xalqını arxalanıram. Azerbaycan gençlerini arxalanıram. Azerbaycan ordusunu arxalanıram. Sizi arxalanıram. Ve ümidvar olduğumu bildirmek istedim ki siz hiç vaxt benim bu ümitlerimi, benim bu inamımı itirmeye yol vermeyeceksiniz. Tecrübesi bize gösterdi ki bizim güçlü yerlerimiz hardadır ve kusurlarımız hardadır. Onlar çok değildi muharebe dövründe ama olub. Ona göre muharebe bizim için əvəz olunmaz tecrübeydi ve muharebeden sonra hem muasir tələblərə cevap veren silah, sursat, texnikalar alınır. Aynı zamanda yeni silahlı birleşmeler yaratır. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirir. Novak demiştim ki neyi necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. Və 2. Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki mən bunu bilirəm. Və bugün o gündən 3 il keçməmiş biz buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Ulu Öndərin qoyduğu böyük siyasi kurs bütün bu qələbələrin sanki yol xəritəsi idi. Azərbaycan çoxlarının həll olunmaz məsələ olaraq adlandırdığı münaqişəni öz gücünə öncə hərbi, sonra isə diplomatik yollarla həll etdi. Bununla da dövlətimiz öz tarixinin ən güclü Azərbaycanına çevrildi. İndi üç rəngli bayrağımız ölkəmizin hər nöqtəsində qürurla dalğalanmaqdadır. Tapşırıq yerinə yetirildi. Mərzu edir Ali Başkomandan İlham Əliyev. Bu vətən sənə əmanət. Azərbaycan əskəri. 26 iyun Silahlı Qüvvələr Gününüz mübarək.